Məhlullar ətraflıları birinci sual. 200 qram 10,6% natrium karbonat. Natrium karbonat 200 qram 10,6%. 200-ün 10,6%-ni tapıram, eləyir 21,2 qram. Məhlulumuzda 21,2 qram natrium karbonat var. İlə 400 qram 8,2%-li kalsiyum nitrat. Kalsiyum nitrat 400 qram 8,2%. 400-ün də 8,2%-ni tapıram. O da eləyir 32,8 qram. Və bu iki məhlulu qarışdırdıqda əlbəttə ki, reaksiya gedəcək. Alınacaq kalsiyum karbonat çöküntü şəklində və 2 mol natrium nitrat. Deməli, qarışdırılmışdır. Reaksiya axıra qədər gedir. Baxaq görək axıra qədər gedirmi? Natrium karbonatın emeri 106-dır. 21,2 eləyir 0,2 mol. Kalsiyum nitratın emeri 164-dür. 32,8 yenə 0,2 mol. Deməli, bu zaman 0,2 mol kalsiyum karbonat, 0,4 mol da natrium nitrat alınır. Bunları bildik. Sonra alınan məhlulun kütləsini və məhlulda olan duzun kütləsini hesablayın. Alınan məhlulun kütləsi əlbəttə ki 200 ilə 400-ü qarışdırırıq. Amma 600 qalmır. Burada kalsiyum karbonat çöküb məhluldan ayrılır. Və 0,2 mol kalsiyum karbonatın kütləsini tapıb məhluldan çıxıram. Kalsiyum karbonatın emeri 100-dür. 0,2 molu eləyir 20 qram. 600-dən 20 qramı çıxıram. Məhlulumuzun kütləsi eləyir 580 qram. Bu oldu birinci. İkinci, məhlulda olan duzun kütləsini. Məhlulda olan duz natrium nitratdır və 0,4 moldur. Natrium nitratın emeri 85-dir. 85-i vururam 0,4-ə. O da eləyir 34 qram. 34 qram məhlulun, deməli, natrium nitratın məhlulda olan kütləsidir. İkinci məsələ, sıxlığı 1,2 olan 40%-li duz məhlulunun 200 ml-nə su əlavə edilməklə 30%-li məhlul hazırlanmışdır. Deməli, məhlulun sıxlığını və həcmini veribsə, mən tez buradan məhlulun kütləsini tapıram. 1,2 vur 200. Eləyir 240 qram. Bu oldu məhlulun kütləsi. Və 40%-li məhluldur. Üzərinə su əlavə edib 30%-li məhlul. Həmişə deyirəm ki, iki məhlul qarışanda, məhlula su əlavə edəndə, məhlula duz əlavə edəndə, əgər alınan son məhlulun faizi verilibsə, həmişə diaqonalla eləyək. Ən rahatı odur. Deməli, 240 qram 40%-li məhluldur. Üzərinə su əlavə edib x qram sudası 0% götürürük və alınıb 30%-li məhlul. Bu eləyir 30, bu eləyir 10. İxtisar aparıq 3 hissə, 1 hissə. 3-ün 1-ə nisbətində və əlavə edilən suyun kütləsini soruşur. 240 qram 3 hissədirsə, x qram su 1 hissədir. O da eləyir 80 qram. Suyumuz elədi 80 qram. Və məhlulda duzun kütləsini hesablayın. Bu birinci. Duzun kütləsi də 240-ın 40%-də tapa bilərik. Elə oradan birbaşa tapmaq olar. 240 vur %40. Deməli 10,4, 24, 24, 48, 96 qram. Əgər siz hansımızsa, məsələn, alınan son məhlul neçə qramdır? 240, 80 qramda su əlavə olub 320 qram, neçə faizli? 30%li. 320-nin 30%-də tapa bilərik. 320 vur %30. O da 32-nin 3-ə 96, yenə də 96 eləyir. Yəni, eyni şey tapacaq. Müəyyən şəraitdə həll olma əmsalı 500. Yəni, KH 500-dür. Bu o deməkdir ki, 1000 qram suda 500 qram maddə həll olur. 600 qram suda maksimum neçə qram duz həll etmək lazımdır? Heç nə. 600 qram suda da x qram duz. X deyir 300 qram duz.
Bu oldu birinci sualımızın cavabı. Sonra məhlula 100 qram su əlavə etdikdən sonra duzun kütlə payını tapın. Deməli, duzun kütlə payı bərabərdir. Duzumuz 300-dür. Məhlulumuz nə qədərdir? 600 qram su idi. 300 duz idi. Sonradan da 100 su əlavə olundu. Vur 100%. O da eləyəcək 300 böl 1000 vur 100. O da eləyir 30%. Bu da ikincinin. Növbəti deməli 200 qram 25%li məhlula 50 qram duz əlavə olunub, x faizli məhlul alınıb. 200-ün 25%-ni tapıram. Eləyir 50 qram duz. Təzədən 50 qram da duz əlavə olunub, omeqanı tapıram. Omega bərabərdir 50 qram duz üstə gəl növbəti 50 qram duz böl məhlul. Məhlulumuz da 200 idi, 50 qram da əlavə olundu. 250 vur 100%. O da eləyir 100 böl 250 vur 100. 50 yaparıram 2 dəfə, 5 dəfə, 20-ni də 100, 200-ü də 5-ə böləndə eləyir 40%. Biz nəyi tapdıq? Biz x-i. X bərabərdir 40. Sonra düşdük aşağı. Aşağıda yenə 200 qram 25%li məhluldur. Yəni 50 qram duz var. Bu dəfə 50 qram su əlavə olunub. Y-i tapırıq. Y bərabərdir 50 böl məhlulumuza təkcə su əlavə olunub. 200 üstə 50 vur 100. 50 böl 250 vur 100. O da yenə 2, 5, 100-ü 5-ə böləndə eləyir 20. Y-ımız da elədi 20. Bizdən nə soruşur? X böl Y nisbətini tapın. Yəni 40 böl 20 o da eləyir 2. Bu birincidir. Sonra Z-i deyir tapın. Z nədir? 250 qram 40% məhlulla üstə gəl 250 qram 20% məhlul qarışdırıldı. Böl məhlulların cəmi 250 üstə gəl 250 bərabərdir. 250-ni mötərizə xaricinə çıxarırıq. 40 üstə 20 böl 500. 250 ilə 500 ixtisar aparıram 2. 40 ilə 20 60. 60-ı da 2-yə böləndə eləyir 30. Z bərabərdir 30. Bu da ikincinin cavabı. 5-ci sual. Məhlulun kütləsi A qramdır. Məhlulda olan duzun kütləsi B qramdır. B qram duz. Təzədən deyir ki, məhlulda eyni duzun 5 B qramını tam həll etdikdə. Yəni, üstünə təzədən 0,5 B də əlavə ediblər. Duz nə qədər olub? 1,5 B duz olub. Və bizə deyir ki, 50% məhlul alındı, doymuş məhlul. Deməli, 1,5 B 50%'dir. Onda məhlulumuz 100%'dir. O da eləyir 3B. Məhlulumuz oldu 3B. A və B, A bölünsün B nisbətini tapın. İndi baxın. A'nın üstünə 0,5 B gəldik. Aldıq 3B. Düzdürmü? Onda A nəyə bərabərdir? 3B çıx 0,5 B. O da eləyir 2,5 B. A'mız 2,5 B imiş. İndi A böl B nisbətini, yəni 2,5 B böl B bərabərdir 2,5. Bunu tapdıq 1. Sonra həmin temperaturda məhlulun həll olma əmsalını, həll olan böl sudur, həll edicidir. Həll olan 1,5 B'dir, 1,5 B. Suyumuz nə qədərdir? Məhlulumuz 3B-dirsə, bunun 1,5 B'si həll olandırsa, deməli 1,5 B'si də sudur. Böl 1,5 B vur 1000. O da eləyir elə 1000. Bu da ikincinin cavabı. Sonra 6-cı, eyni maddənin müxtəlif qatılıqlı M qram 20%li məhlulu, bir də N qram 10%li məhlulu. Qarışdırdıqdan sonra alınan məhlulun qatılığı 12,5%. Kütləsi isə 800. Yenə alınanın qatılığı da veribsə çox gözəl. Diaqonalla həll eləyirəm. 12,5%. Kütləsi də 800-dür. Burada qalır 2,5. Aşağıda qalır 7,5.
İxtisar aparan 1-in 3-ə. Yəni məhlul 4 hissədən ibarətdir. 4 hissə 800-dür. Onda 1 hissə 200-dür. Və m qram, m 1 hissədir. M 1 hissədir. N 3 hissədir. Onda m bərabərdir 200-dür. N bərabərdir 3 vur 200-dür. Yəni 600-dür. Bizdən səhv eləmirəmsə n və n-i soruşur. Bu 1, bu da 2. Sonra 7-ci sual. Deməli 4 litr 1 molyar, 4 litr 1 molyar. HKSO4 məhluludur. Birinci qabdan məhlulun yarısı, yəni bunu 2 yerə bölürük. 2 litr 1 molyar, 2 litr 1 molyar. Bu qalır qabda, birinci qabda. Və elə birinci tökdükdən sonra deyir, birinci qabda məhlulun yarısını ikinci qaba tökdükdən sonra birinci və ikinci qablarda HKSO4 məhlulunun qatılığı. Birinci qabda elə qatılıq nə qalır? 1,5 molyar qalır. Yəni birinci cavabımız 1. Sonra ikinci qabda nə baş verdi? 2 litr 1 molyar məhlula nə əlavə 3 litr suyun üzərinə əlavə edildi. 3 litr su. Məhlulun deməli su ilə qarışdırdıqda düsturumuz nə idi? S1V1 bərabərdir S2V2. S1V1 1 vur 2 bərabərdir. S2-ni bilmirəm. Vur. V2 nəyə bərabərdir? 2 üstə gəl 3 litr. Yəni 5. 2 bərabərdir 5S2. S2 də bərabərdir 2 böl 5. Yəni 0,4 molyar. Bu da ikincinin cavabı. Sonra n qram su, x qram B faizi məhluldur. Məhlulun üzərinə su əlavə edib. Alınıb 3x 20 faizi məhlul. Bu su əlavə edəndə M1 omega 1 bərabərdir M2 omega 2. Bu düsturla eləyirik. Və 3x vur 20 faiz. Buradan B nəyə bərabərdir? 3x vur 60x böl x. O da eləyir 60. Biz nəyi tapdıq? B-ni tapdıq. Yəni birincini tapdıq. Sonra A-nı verir. Bir də N və M-i verir. N-i tapırıq. Baxın, məhlulumuz x idi. İndi oldu n qram su əlavə et ondan sonra. Bax, x üstə gəl n bərabər oldu 3x-a. N nəyə bərabərdir? 3x çıx x. Yəni n bərabərdir 2x. Aşağıda m-i tapırıq. Baxın, x qramın üzərinə m qram su əlavə olundu. Alındı 2x məhlul. İkinci aşağıdakında. Buradan da m bərabərdir x eləyir. İndi nəyi soruşur? N böl m nisbətini. N bölünsün m. O da bərabərdir. 2x böl x. O da eləyir 2. Üçüncünü də tapdıq. İkinci də deyir A-nı tapın. Deməli, biri 3x 20 faizi məhluldur. 3x vur 20 üstə gəl. 2x vur 25. Böl məhlulların cəmi 3x üstə gəl 2x. Deməli, yuxarıda bu eləyir 60x, bu da eləyir 50x. Cəmi eləyir 110x. Böl 5x. X-lar gedir. 110-u da 5-ə böləndə eləyir 22 faiz. Bu da ikincidir, A-dır. Deməli, 9-da nə deyir? X qram, qabın içində x qram 20 faizli məhluldur. Və bu məhluldan suyu buxarlandırıb. Çıx su. Nə qədər su? Deməli, x-dan çıxıb 150 qram su. Sonra deyir ki, alınan məhlulda 250 qram su olub. Alınan məhlulda 250 qram su olubsa, deməli, əvvəl nə qədər olub? 250 qalıb, 150-si də gedib. Deməli, əvvəl 400 qram su imiş. Bunu bildik. Və başlanğıc əvvəlki məhlul 20 faizlidir. 20 faizli məhlul nə deməkdir? Yəni 20 faiz həll olandı, 80 faiz də sudur. Və bizim əlimizdə də su var, 400 qram. Deməli, 400 qram 80 faizdir. X qram da 20 faizdir. O da eləyir 100 qram. Deməli, 100 qram duzdur.
Bunu tapdıq. X-i deyir hesablayın. X başlanğıc məhluldur. Başlanğıc məhlulda da 400 qram sudur, 100 qram həll olan. Deməli, başlanğıc məhlul nə qədərdir? 500 qram. Bu oldu birinci. X-i tapdıq. X bərabərdir. Və suyu buxarlandırdıqdan sonra alınan doymuş məhlulda həll olma əmsalını tapın. Doymuş məhlulda duzumuz 100 qramdır. Suyumuz da özü yuxarıda verib. Nə qədər qalıb? 250 qram. Vur 1000. 4, o da eləyir 400 qram böl litr. Bu da ikincidə. 10-cu sual. Reaksiya burada deməli 18,8 qram kalium 2,10-u 23,6 qram suda həll edib. Yaxşı görünmürdü. Deməli, reaksiya tənini əlbəttə ki, kalium 2,10-u suda həll etsək, reaksiya baş verir, alınır kalium OH. Yazın və əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Bu birincinin cavabı. Və X-i hesablayın. X nədir burada? Alınan məhlulda KH-dır. KH-ı soruşur. Deməli, 18,8 qramdır. 23,6 qram suda həll edildi. Cəmi nə qədər məhlul alındı? 30, 41, 42,4 qram. Bu oldu məhlul. KH-ı tapmaq üçün mən nə bilməliyəm? Bəzi maddələr var ki, onları suda həll etdikdə neyinir? Su ilə reaksiya girir və yeni maddə alınır. İndi biz kalium 2,o həll etsək də, bizim məhlulumuz kalium OH məhluludur. Və biz tapmalıyıq kalium OH-ın kütləsini. Kalium 2,10-un emeri 94-dür. 94 qramdan 2 vur 56 qram kalium OH alınır. 18,8-dən isə X alınacaq. Burada X eləyir 22,4 qram. Və 42,4 məhlulumuzun 22,4-ü həll olandır. Və su nə qədərdir? Çıxıram, qalır 20 qram su. İndi KH-ı tapıram. KH bərabərdir 22,4 böl 20 vur 1000. O da eləyir 1120 qram böl litr. Nəyi soruşdu? X-i. X yəni KH-ı. Və salam, ikini də tapdıq. Növbəti 11-ci sual. 20% deməli nə iş görüblər? Natrium H x qram suda həll edib y qram. Əlbəttə ki, reaksiya gedəcək. Alınacaq natrium OH və H2. H2 də qaz şəklində ayrılıb. Burada da deyir 2 qram H2 ayrılıb. Əmsala ehtiyac yoxdur. Və 2 qram H2 ayrılan zaman elə reaksiyada da 2 qram ayrılır. 2 qram ayrılan zaman 40 qram natrium OH əmələ gəlir. 18 qram su daxil olur. 24 qram da natrium H daxil olur. Və bizə deyir reaksiyanın tənini yazın. Biri yazdıq. Sonra nə deyir? X və Y-i hesablayın. X-ımız 24 qramdır. Bunu da bildik. Y-imiz sudur, amma su 18 deyil. 18 reaksiyaya girən sudur. Artıq qalan su da var axı, məhluldakı su. Və 20% məhlul alınır. Baxın, məhlulumuzda natrium OH 40 qram alınıb. Deməli, 40 qram neçə faizdir? 20%dir. Biz tapırıq 80%, yəni suyu. Ya da bir dəfəlik məhlulu tapaq, ən rahatı odur. 100 qram X faizli. O da eləyir 200 qram. Bu 200 qramın 40 qramı nə idi? Həll olan. 160 qramı nədir? Su. Bu 160 qram su 18 su reaksiyaya girəndir. Məhlulda qalan 160-dır. Deməli, əvvəl Y-imiz nə qədər imiş? 18-i reaksiya girdi, 160-ı da məhluldadır. 178 qramdır. Y-i də hesabladıq. Y-i belə də hesablaya bilərik, ikinci yolunda deyim. Məhlulumuz 200-dür. Bu 200-dən 2 qramı buxarlanıb, 200 qalıb. 200 üstə gəl 2. Eləyir 202, düzdürmü? 202-nin 24-ü natrium H-dır.
Yerdə qalanı da 202-dən 24 çıxıram, eləyir 178. Bu da y-dir, yəni su. Yəni belə də tapmaq olardı.